Tamam, başlayırıq. Bir daha xoş gördük. Deməli, bugün inşallah insan biyologiyasına start götürək. İlk olaraq insan biyologiyasının ilk bölməsi insan orqanizminin quruluş səviyyələri. Bu barədə qısa məlumat verəcəyik. Deməli, ümumi olaraq bölməmiz insan biyologiyası. Bəzən müəllimlər, bəzən yox, demək olar ki, çox vaxtı müəllimlər, həmçinin şagirdlər də insan biologiyasına anatomiya deyirlər. Yəni bilmirəm bu vərdiş nə üçün yaranıb. Anatomiya bilirsiniz də, hər halda anatomiya daxili quruluşu öyrənən elm sahəsidir. Amma biz insan biologiyasında tək anatomiyanı yox, yəni orada məsələn fiziologiyada keçirik, orada biz psixologiyada keçirik, morfologiyada keçirik. Yəni insan orqanizmini bütövlükdə öyrənirik. Ona görə mən e, uyğun bilmirəm ki, biz ona sadəcə anatomiya deyək, yəni insan biologiyası desək daha doğru olar. Və insan orqanizminin quruluş səviyyələri ilə başlayaq. Yəni ən kiçik səviyyədən tutaraq ən böyük səviyyəyə, yəni orqanizmə qədər. Ümumi olaraq canlı orqanizmlərin ən kiçik səviyyəsi atom səviyyəsidir, amma cansızlarla e, aradakı fərq molekulyar səviyyədən başlayır. Ona görə ilk səviyyə olaraq molekulyar səviyyə qeyd edərik. Molekulyar səviyyədən sonra bəzən orqanoid səviyyəsi də qeyd olunur, bəzən qeyd olunmur. Mən qeyd edəcəm orqanoid səviyyəsi. Ondan sonra hüceyrə səviyyəsi, sonra toxuma, orqan, orqanlar sistemi, orqanlar sistemi və orqanizm səviyyəsi. Yəni, molekulyar səviyyədə biz insan orqanizmində rast gəlinən molekullar, yəni canlılara xas olan molekullardır ki, zülallar, yağlar, karbohidratlar və s. Yağ, karbohidrat, nuklein turşuları, DNT, RNT, ATF və s. molekulları biz canlı orqanizmə xas olan, həmçinin insana xas olan molekullar kimi qeyd edə bilərik. Orqanoid səviyyəsində bilirik ki, məsələn, ribosomdur, hüceyrə mərkəzidir, mitoxondri, plastid, yəni insanda yoxdur, belə deyək, sonra Golgi kompleksi və s. olaraq qeyd edə bilərik. Hüceyrə səviyyəsi insan orqanizmində olan hüceyrələr iki qrupa ayrılır. Somatik hüceyrələr və cinsi hüceyrələr. Somatik hüceyrələrin bir nüvəsində 46 xromosom olur. Cinsi hüceyrələrin bir nüvəsində isə 23 xromosom olur. Bəzən insan orqanizmində elə hüceyrələr var ki, onlarda nüvə sayı birdən çox olur. Yəni, xromosom da 46-dan çox olacaq. Bura nələr aiddir? Qaraciyər, eninə zolaqlı əzələ,
əzələ və sümük iliyi. Sümük iliyi. Və toxuma. İnsan orqanizmində olan toxumalar heyvanlarla eynidir. 4 qrup toxuma var insan orqanizmində. Sinir toxuması, birləşdirici, əzələ və epiteli toxuması. Orqan olaraq daxili və xarici orqanlar qruplaşdırılır. Xarici orqanlara məsələn əldir, ayaqdır, burundur, qulaqdır və s. orqanlar. Daxili orqanlar isə müəyyən boşluqlarda yerləşən orqanlar olur. Və insan orqanizmində olan boşluqları aşağıda qeyd edəcəm. Yəni, kəllə boşluğu, döş boşluğu, qarın boşluğu, çanaq boşluğu, sonra göz yuvası boşluğu, ondan sonra burun boşluğu, ağız boşluğu, onurğa kanalı boşluğu, və s. Yəni, əsas olaraq biz kəllə, döş, qarın və çanaq boşluqlarını əsas götürürük. Ona görə ki, orqanların bir çoxu bu boşluqlarda yerləşir. Yəni, digər boşluqlarda hərəsində ya bir, ya yəni çox az sayda orqanlar yerləşir. Məsələn, göz yuvasında sadəcə göz, burun boşluğunda qoxu reseptorları və s. tüklər yerləşir. Ağız boşluğunda dil, dişlər yerləşir. Onurğa kanalında da onurğa beyni yerləşir. Və orqanlar birləşərək orqanlar sistemini əmələ gətirir. 10 ədəd orqanlar sistemi var. Onları qeyd edəcəm və keçmə ardıcıllığımız da elə bu ardıcıllıqla olacaq. İlk olaraq sinir, endokrin, sümük, əzələ, qan damar, deməli, sonra tənəffüs və sonra həzm, ifrazat, cinsiyyət, örtük. Yəni, biz bugünkü dərsimizdə inşallah, yəni bir ilk sırada yazdığım sinir, endokrin, sümük, əzələ, qan damar və tənəffüs sistemlərini öyrənəcəyik. Və növbəti dərsimizdə inşallah həzm, ifrazat, cinsiyyət, örtük, yəni növbəti izahımızda örtük sistemi, həmçinin analizatorlar, yəni örtük sistemi dəri bura aiddir və analizatorların içərisində gedir. Onları inşallah öyrənəcəyik. Bunlar ümumilikdə birləşir, orqanizmi əmələ gətirir. Və davam edirik. Elə bəzi xırda şeylərlə izahatını verim. İnstinkt. İnstinkt. Deməli. Düşüncəli fəaliyyət və təfəkkür. Bəzən bu anlayışları ayırt etməkdə biraz çətinlik yaranır. Əsasən də instinkt və düşüncəli fəaliyyəti fərqləndirməkdə çətinlik yarana bilir. Təfəkkür bilirik, onsuz da sadəcə insana məxsusdur. Məsələ həll etmək, nəsə ixtira etmək, hansısa bir elmi bir problemi həll etmək bu təfəkkürə aid olan fəaliyyətdir. İnstinktlə düşüncəli fəaliyyət necə fərqləndirmək olar? İnstinkt
şərtsiz refleksə əsaslanır. Şərt, şərtsiz reflekslə bağlıdır. Reflekslə bağlıdır. Yəni instinkt heyvanların bir çoxunda ola bilər. Yəni bu həşəratlarda da ola bilər, bu onurğasızlarda da ola bilər, bu xordalların hamısında, hətta insanda da instinkt var. Yəni instinkt odur ki, düşünülməmiş şəkildə e, genda olan proqram əsasında canlının davranışlarının cəmi. Bu şərtsiz refleksə əsaslanır. Yəni şərtsiz refleksin 4 dənə növü var. Deməli, qida refleksi, səmt refleksi, cinsiyyət refleksi və müdafiə refleksi. Yəni, məsələn, belə bir nümunə göstərək ki, insan əlini isti bir peçə vurduqda anidən, düşünmədən əlini çəkirsə, bu instinktdir. Yəni, kimsə düşünə bilər ki, bu insan bunu edirsə, bu təfəkkürdür. Xeyr, yəni bu şərtsiz reflekslə, müdafiə refleksi ilə bağlı olduğu üçün bu instinktdir, düşünülməyən, baş verən bir prosesdir. Və yaxud belə bir başqa bir nümunə instinktlə düşüncəli fəaliyyəti ayırd eləmək üçün, məsələn, biz deyirik ki, deməli, tülkünün ovunu tutub yeməsi. Ovunu tutub yeməsi. Tülkünün ovunu tutub yeməsi. Bir də tülkünün ovunu tutmaq üçün tələ qurması. Tutmaq üçün tələ qurması. Bunlar arasındakı fərq nədir? Ovunu tutub yeməsi, bu sadəcə yemək məsələsi, qida refleksi ilə bağlıdır. Tülkü acıb, özü üçün qida axtarıb, məsələn, bir toyuq görüb, toyuğu tutub və yeyib. Bu olur instinkt. Amma tülkünün ovunu tutmaq üçün tələ qurması, yəni məsələn bir çuxur qazması ki, ovu gəlib o çuxurun içərisinə düşsün, sonra onu tutsun, bu tələ qurmaq üçün onun beynində müəyyən, belə deyək ki, hadisələr arasında əlaqə qurulduğuna görə bu düşüncəli fəaliyyət olacaq. Və yaxud pişik. Pişiyin evdə, otaqda qoyulan, yəni boşqabda qoyulan yeməyi gəlib yeməsi. Bu instinktdir. Amma ağzı bağlı qazandan, qazanın ağzını aşırdaraq onun içərisindəki yeməyi yemək düşüncəli fəaliyyət olacaq. Yəni orada artıq qazanın qapağını aşırtmaq, yəni onun içərisində yeməyin olduğunu düşünərək bu prosesi həyata keçirmək düşüncəli fəaliyyət hesab olunacaq. Ümid edirəm ki, bununla bağlı çətinliyiniz olmayacaq. Və çox xırda nüanslar üzərində qalmıram, keçirik sinir sisteminə. Deməli, orqanlar sistemlərindən sinir sistemi. Bilirik ki, orqanlar sistemləri orqanlardan təşkil olunur. Hansı orqanlardan ibarətdir? Baş beyin, onurğa beyni, sinirlər və sinir düyünləri. Və orqanlar da toxumalardan ibarətdir. Sinir toxumasından təşkil olunur. Təbii ki, bunlar sinir toxuması. Sinir toxuması yeganə toxumadır ki, digər toxumalardan fərqli olaraq burada hüceyrə arası maddə yoxdur. Sinir toxuması ibarətdir neyronlardan və peyk hüceyrələrindən. Neyronlardan və peyk hüceyrələrindən. Say olaraq neyron sayı əgər x olarsa, peyk hüceyrələri
10x olacaq. Yəni 10 dəfə peyk hüceyrələri neyronlardan çoxdur. Funksiyaları, neyronların funksiyası sinir impulsunu ötürmək, peyk hüceyrələrinin funksiyası isə neyronların müdafiəsi, qidalanması və dayağını təmin etmək. Yəni, bunlar neyronları ətraflardan tutaraq, belə deyək ki, ona dayaq olaraq neyronların öz funksiyasını icra etməsinə kömək edir. Həm onları qidalandırır, həm də müdafiə edirlər, qoruyurlar. Neyronların hansı növləri var? 3 növü var. Deməli, hissi neyron, hərəki neyron və ara neyron. Hissi neyron nədir? İmpulsu reseptordan beyinə ötürən, hərəki neyron beyindən işçi orqana ötürən, ara neyron isə ikisinin arasında əlaqə yaradandır. Bilirik ki, sinir impulsları bir neyrondan digər bir neyrona ötürülür və hansı ardıcıllıqla ötürülür? Əvvəlcə neyronun hissələrini qeyd edim. Deməli, hissələr hansılardır? Əvvəlcə ümumi olaraq 2 hissə qeyd edə bilərik. Cisim və çıxıntılar. Çıxıntılar da 2 qrupa ayrılır. Dendrit, əsasən qısa çıxıntı olur, amma bəzən uzun çıxıntı da ola bilir dendritlər və aksonlar. Akson da uzun çıxıntı olur, adətən bir ədəd olur, dendrit isə çoxlu sayda olur. Və sinir impulsunun ötürülmə ardıcıllığı, onu qeyd edəcəm. İmpulsun ötürülmə ardıcıllığı necədir? Əgər neyron daxilində ötürülürsə, neyron daxilində necə baş verəcək? Deməli, əvvəlcə dendrit, sonra akson, cisim, sonra isə aksona ötürüləcək. Əgər neyrondan neyrona ötürüləcəksə, və burada əvvəlcə, yəni əvvəlki neyronun aksonundan digər neyronun dendritinə ötürüləcək. Davam edirik. Demək, refleks. Refleks nədir? Refleks sinir hüceyrələri vasitəsilə qıcığa cavab vermək qabiliyyətidir. Burada sinir hüceyrələrini əsas olaraq biz düşünməliyik ki, əgər sinir hüceyrələri bu prosesdə iştirak eləmirsə, bunu biz refleks adlandıra bilmərik. Sadəcə qıcığa cavab vermə qabiliyyəti desək, bu qıcıqlanma olacaq. Amma orada sinir hüceyrələri iştirak edirsə, bunu refleks deyə bilərik. Refleksin 2 növü var, sadə refleks və mürəkkəb refleks. Və refleks zamanı sinir impulslarının ötürülmə ardıcıllığı, yəni keçdiyi yol refleks qövsü adlanır. Refleks qövsünün hissələrini qeyd edək. Refleks qövsü. 1. Reseptor. 2. Hissi yol. 3. Mərkəz. Mərkəzi sinir sistemi, yəni. 4. Hərəki yol. 5. İşçi orqan.
Aha. Burada sadə refleks mürəkkəb refleksdən nə ilə fərqlənir? Sadə refleksdə ara neyron iştirak etmir, mürəkkəb refleksdə isə iştirak edir. Və sxematik olaraq sadə refleks və mürəkkəb refleks zamanı impulsun ötürülmə ardıcılığını göstərəcəm. Əvvəlcə sadəni göstərək. Deməli, fərz edək ki, yəni burada bir dairə olaraq mən mərkəzi sinir sistemini göstərəcəm. Və fərz edək ki, burada reseptor başlanğıc götürür. Hissi neyronun dendriti oradan impulsu qəbul edir, ötürür hissi neyronun cisminə, aksonu ötürür mərkəzə, mərkəzdə hərəki neyronun dendriti impulsu alır, ötürür cisminə və aksonu vasitəsilə gəlir, deyək ki, işçi orqana. Burada mərkəzdə olan hissələr, yəni biz bunu təsəvvür edib yadımızda saxlamalıyıq ki, baxırıq ki, yəni əvvəlki hissə, bura hissidir, hissi neyrondur. Bu tərəf isə, yəni bu xəttdən sonraki isə hərəki neyrondur. Və görürük ki, mərkəzdə nə yerləşir? Hissi neyronun bu kiçik bir hissəsi. Bu hissi neyronun, aksonun müəyyən bir hissəsidir. Hərəki neyronun dendriti tamamilə mərkəzdədir. Cismi də mərkəzdədir. Aksonun müəyyən bir hissəsi, bura qədər olan hissə, yəni dairənin içərisində olan hissə mərkəzdədir, müəyyən hissəsi xaricdə. Deməli, biz nə düşünə bilərik? Hissi neyronun dendriti və cismi tamamilə kənardadır. Hərəki neyronun dendriti və cismi tamamilə mərkəzdədir. Aksonları isə müəyyən hissə kənarda, müəyyən hissə mərkəzdə. Həm hissidə, həm də hərəkətdə. Mürəkkəb refleksdə sadəcə orada ara neyron fərqi var, onu da göstərəcəm. Mürəkkəb refleks mərkəzi hissə, yəni hissi neyron, yəni reseptor, sonra hissi neyron, dendriti, sonra cismi, sonra aksonu. Burada mərkəzdə ara neyron, yəni dendriti, cismi, sonra aksonu, sonra hərəki neyron, dendriti, cismi və aksonu gəlir, işçi orqana impulsu ötürür. Mərkəzdə gördüyümüz hissi ilə demək olar ki, oxşardır. Sadəcə ara neyron burada bütövlükdə mərkəzdə yerləşir, heç bir zaman mərkəzdən kənara çıxmır. Nə oldu? Refleks görsü, sadə və mürəkkəb refleks görsü. Mərkəzdə və mərkəzdən kənarda yerləşən hissələr, yəni bununla bağlı suallar ola bilər. Çalışıb diqqətli olub yadımızda saxlamalıyıq. Davam edirik. Növbəti sinir sisteminin növləri, elə deyək ki, yəni hissələri. Mərkəzi və periferik sinir sistemi, yəni quruluşca sinir sistemi. İki hissəyə bölünür. Mərkəzi, periferik. Mərkəzi sinir sistemi, baş beyin və onurğa beyni. Periferik sinir sistemi, sinirlər və sinir düyünləri. Baş beyin hansı hissələrdən ibarətdir? Deməli, ara beyin, orta beyin, beyin körpüsü, uzunsol beyin, beyincik və yarımkürələr qabığı. Yarımkürələr qabığı. Yəni, bunları bir-bir xırdalığına kimi göstərməyəcəm, hansı hissədə, hansı mərkəzlər yerləşir. Yəni, şifahi olaraq bəzilərini deyim, digərlərini inşallah mövzudan oxuyub öyrənəcəksiniz. Ara beyin, məsələn, maddələr mübadiləsini, temperaturu tənzimləyir. Qoxudan başqa bir çox hissi impulslar buradan keçərək beyinə, yəni yarımkürələr qabığına çatır. Orta beyin, skelet əzələlərinin tonusunu, işıq və səs qıcıqlarına qarşı səmt reflekslərini tənzimləyir. Beyin körpüsü, məsələn, gözü göz yuvasına birləşdirən
əzələlərin fəaliyyətini, çeynəmə mimiki əzələlərin fəaliyyətini tənzimləyir. Uzunsov beyin qan damar tənəffüs həzm sistemini, beyincik əsasən də hərəkətin düzgünlüyünü, koordinasiyasını tənzimləyir. Yarımkürələr qabığı isə şöbələrə ayrılır. Yəni alın, təpə, gicgah və ənsə payları və hər bir payın da tənzimlədiyi müəyyən funksiyalar vardır. Bunları da inşallah mövzumuzdan öyrənəcəksiniz. Onurğa beyin, baş beyindən həmçinin deyim ki, deməli 12 cüt kəllə beyin siniri çıxır. Onun 3 cütü hissi, 5 cütü hərəki, 4 cütü isə qarışıq sinirdir. 10-cu cütü azan siniri adlanır, beyinlə daxili orqanları əlaqələndirir. Deməli, onurğa beynini qeyd edək. Onurğa beyin. Deməli, onurğa beyin onurğa kanalında yerləşir. 31 segment, yəni buğumdan təşkil olunmuşdur. Və 31 segment də 4 şöbəyə bölünür. Deməli, boyun, döş, bel və oma şöbəsi. Baxmayaraq ki, biz burada oma şöbəsi qeyd eləyirik, amma onurğa beyni onurğa sütununun bel şöbəsinə qədər uzanır. Yəni suallarda biraz da bu çaşdırıcılıq yaradır ki, bəzən sual olunur ki, onurğa beyni məsələn fikir olaraq və yaxud doğru yanlış fikir olaraq qeyd olunur ki, onurğa beynin məsələn oma şöbəsinə qədər uzanır, onurğa beyni onurğanın oma şöbəsinə qədər uzanır. Bəzən bunu düz götürürlər, amma oma şöbəsinə qədər yox, bel şöbəsinə qədər uzanır. Sadəcə sinirlər oma şöbəsinə qədər gedir, çatır. Yəni onurğa beyninin özü bel şöbəsinə qədər gedir. Burada deməli döş və bel şöbələrindən simpatik, döş və bel simpatik, oma şöbəsindən isə parasimpatik sinir çıxır. Buna diqqət etməliyik. Onurğa beyninin funksiyası, deməli, reflektor, yəni iki cür funksiyası var. Reflektor və nəql edici funksiya. Reflektor, yəni qıcığa cavab vermə funksiyası, nəql edici isə ötürücü də deyirlər. Yəni bir çox sinir impulsları onurğa beynindən keçərək baş beyninə ötürülür. O onurğa beyninin nəql edici funksiyasına aid edilir. Onurğa beynində 31 segment var idi. 31 segmentdən 31 cüt qarışıq sinir çıxır. 31 cüt qarışıq sinir. Və hər sinirin də bir ədəd ön, bir ədəd arxa kökü olur. Yəni 31 cüt qarışıq sinir varsa, 31 cüt ön kök, 31 cüt arxa kök var. Ön kök hərəki neyronların aksonlarından, arxa köklər isə hissi neyronların aksonlarından təşkil olunmuşdur. Yəni bunu da diqqət edib yadımızda saxlamalıyıq. Tamam. Bununla sinir sistemi ilə bağlı sualınız varsa, çətinliyiniz varsa, buyurun deyə bilərsiniz. Onu da qeyd edə bilərik. Var mı sualınız? Alo. Eyni. Yaxşı. Davam edək onda. Endokrin sistem. Endokrin sistem. Endokrin sistem sinir sistemi ilə birgə orqanizmin vahid sistem şəklində fəaliyyətini təmin edən sistemlərdəndir. Yəni, bura vəzirlər aiddir. Vəzirlər də 3 qrupa ayrılır. Deməli, xarici sekresiya vəzirləri, daxili sekresiya vəzirləri
və qarışıq vəzilər. Xarici sekresiya vəzləri axacaqları olur, ya orqan boşluğuna, ya bədən səthinə hazırladığı maddələri xaric edirlər. Daxili sekresiya vəzləri birbaşa qana ifraz edirlər, onların axacaqları olmur. Qarışıq vəzlər isə həm qana ifraz edirlər, həm də xüsusi axacaqları olur, ya orqan boşluğuna, ya da bədən xaricinə müəyyən maddələri xaric edə bilirlər. Yəni, bu mövzu üzərində çox qalmaq istəmirəm. Yəni, burada diqqət edəcəyiniz məqam, deməli, hər bir vəzinin yerləşdiyi yer, onların sayı, hazırladığı hormon nəyə təsir etməsi və yaxud nəyi tənzimləməsi, belə deyə, funksiyası da deyə bilərik. Nəyi tənzimləməsi və hipofunksiyası, hipo yəni az deməkdir. Hipofunksiyası və ya hiperfunksiyası zamanı yaranan xəstəliklər. Bunlara diqqət edib yadınızda saxlayacaqsınız. Məsələn, tutaq ki, biz deyək ki, epifiz vəzi məsələn, harada yerləşir? Kəllə boşluğunda yerləşir. Bir ədəddir. Hazırladığı hormon melatonindir. Nəyi tənzimləyir? Bioloji saat funksiyasını yerinə yetirir. Cinsiyyət vəzlərinin vaxtından əvvəl yetişməsinin qarşısını alır. Xəstəlik olaraq yadımda deyil. Digər vəzlərdə var. Məsələn, qalxana bənzər vəzi, həmçinin hipofiz vəzinin, böyrəküstü vəzinin hipo və hiperfunksiyası, mədə-altı vəzinin hipo və hiperfunksiyası zamanı yaranan bir çox xəstəliklər mövzumuzda var ki, onlara diqqət edib, öyrənib yadınızda saxlayacaqsınız. Davam edirik. Digər mövzumuz sümük sistemi əsas məsələlərdən biridir. Yəni, burada biraz diqqətli olmaq lazımdır. Sümük sistemi əsas funksiyaları orqanizmin dayağını təmin etməkdir, yəni əsas funksiyası. Və burada sümüklər birləşərək skeleti əmələ gətirir. Skeletin hissələrini qeyd edəcəm. Kəllə skeleti, gövdə skeleti və ətraf skeleti. Kəlləyə aiddir kəllə qutusu, və üz hissə, gövdəyə aiddir onurğa sütunu, qabırğalar və döş sümüyü. Və ətraf skeletinə aiddir, deyək ki, yuxarı ətraf və aşağı ətraf. Hər birində qurşaq hissə və sərbəst hissəsi var. Aşağı ətrafında həmçinin qurşaq və sərbəst hissəsi var. Deməli, başlayaq. Yəni, kəllə qutusu asandır. Yəni, burada elə çətin bir şey yoxdur. Alındır, təpədir, ənsədir, gicgahdır, əsas sümüklərdir. Üst skeletində, məsələn, almacıq sümüyü var, burun sümüyü var, alt çənə sümüyü var, üst çənə sümükləri var. Əsas məsələ burada onurğa sütununa, belə deyək, gövdə skeleti və ətraf skeletinə geniş yer ayıracam. Deməli, onurğa sütunu 33-34 fəqərədən ibarətdir. Və 4 şöbəyə bölünür. Boyun,
daha doğrusu 4 əyrilikdir, 5 şöbədir. Boyun döş, bel, oma və büzdüm şöbələrinə ayrılır. Boyun şöbəsində 7 fəqərə, döş şöbəsində 12 fəqərə, bel şöbəsində 5 fəqərə, oma şöbəsində 5 fəqərə, büzdümdə 4-5 fəqərə olur. Və əyriliklər deməli, önə bu lorduzdur, arxaya bu kifozdur. 2 ədəd önə əyrilik var. Lorduzlara nə aiddir? Boyun və bel. Arxaya əyriliklərə aiddir. Döş və oma əyrilikləri. Döş və oma. Yəni, məsələn, sual oluna bilər ki, lorduz əmələ gətirən neçə fəqərə var? 7 üstə gəl 5, 12-dir. Kifoz əmələ gətirən neçə şöbədir? 12 üstə gəl 5, 17 fəqərədir. Və həmçinin də inşallah, yəni ikinci 40 dəqiqəmizdə izahatını verəcəm. Yəni, məsələn, hansı sümük daha çox sümüklə birləşmə əmələ gətirir? Hansı sümük 2 və daha çox sümüklə birləşmə əmələ gətirir? Neçə sümük bir sümüklə birləşmə əmələ gətirir? Yəni, bu hissələrə biraz sümük sistemində diqqətli olmaq lazımdır. İnşallah bunu ikinci 40 dəqiqəmizdə göstərəcəm. Və axırıncı dəqiqəmizdə istəyirəm bir geri qayıdın, bir vərəqləri qaytaraq görək. Nələr bugün? Baxdıq, insan biologiyası, insan orqanizminin quruluş səviyyələri idi. Ondan sonra keçdik, instinkt, düşüncəli fəaliyyət və təfəkkür haqqında qısa məlumat aldıq. Sinir sistemi, hissələri, neyronun quruluşu, sinir impulslarının ötürülməsi, refleks qövsü və onların hissələri və həmçinin baş beyin, onurğa beyin haqqında məlumat aldıq. Endokrin sistem və sümük sisteminin ilk hissəsi barədə məlumat aldıq. İnşallah fasilədən sonra ikinci hissəsi, yəni qalan ardı barədə məlumat alarıq. Ümid edirəm ki, izahımızın